Əzizlərim, 29 dekabr 4 yanvar tarixlərində Oğlaq burcunu nələr gözləyir, ona baxacağıq. Görək kartlar bizə nələr deyir. Dekabr 4 yanvar həftəsi, yeni il həftəsi. Özü, hərəkəti, münasibət, maliyyə, sağlamlıq, nələrə diqqət etməlidir və ümumi. Belə. Oğlaqlar, bu həftə özünüzü çox güclü, nəzarətdə hiss edəcəksiniz, məsuliyyət almalı olacaqsınız, sizdə idarə etmək istəyi artacaq, qərarlarınız, qətiyyətiniz ön planda olacaq. Bu həftə sizin güclü həftənizdir. Bu həftə özünüzü daha güclü hiss edəcəksiniz. Hərəkəti, oğlaqların hərəkəti. İş maliyyə mövzusunda ağıllı addımlar atacaqsınız. Sabit və planlı irəliləyirsiniz. Tələsmədən irəliləyirsiniz və inamla hərəkət edirsiniz. Münasibətlər oğlaqlarda. Münasibətlərdə açıqlıq, dürüstlük önə çıxacaq. Hisslərdən çox məntiq danışar. Sərt sözlərdən uzaq durmağa çalışın. Agresiya göstərməyin. Yəni ki, dürüstlük bu həftə daha vacibdir. Ola bilsin ki, nələrsə aydınlaşdırmağa çalışacaqsınız. Maliyyə məsələləri, yeni maddi imkanlar, təkliflər görünür sizin üçün. Bu şansı düzgün dəyərləndirmə çox vacibdir. Uzun müddətli bu qazanc gətirə bilər. Maliyyə baxımından oğlaqlar üçün çox uğurlu bir həftədir. Sağlamlıq. Özünüzü fiziki olaraq stabil, rahat hiss edirsiniz. Özünüzə baxmaq, rahatlıq sizin üçün bu həftə çox önəmlidir. Kiçik zövqləriniz var və həmin o zövqlərinizdə yönəlmək ruh halınızı daha da yüksəldəcək. Nəyə diqqət etməlidir oğlaqlar? Həddindən artıq yük götürməməyə çalışmalıdırlar. Hər məsuliyyəti tək başına öz üzərimə götürüm deyə bir şey yoxdur. Belə bir məcburiyyətiniz yoxdur. İşləri belə gördüyünüz zaman paylaşarsanız sizə daha yüngüllük, yəni iş bölgüsü edərsəniz sizə daha yüngüllük gətirəcək. Ümumilikdə götürsək oğlaqlar üçün həftə stabil olacaq, öyrədici keçəcək. Düzgün yol, doğru seçimlər ön plandadır. Səbir, nizam, uğur gətirəcək sizə. Gözəl həftədir. İndi gəlin bir kart çəkək yeni il günü ilə bağlı. Görək bizə kartlar nə enerji ötürür. Bilinməyənlərin açığa çıxması. Baxın, münasibətlərdə ola bilər bu. Çünki orada çıxmışdı. Üzləşmələr ola bilər, hesablaşmalar olacaq. Nələrsə doğruları danışmaq vaxtıdır. Daha çox münasibətlərdə ola bilər ki, nələrsə aydınlaşdırmaq istəyi ola bilər. Yeni il həftəsidir. Qoy 2026-cı il sizə sevgi, uğur, şans gətirsin. Yeni iliniz mübarək.